Bəxtiyar qardaşımla, Hacı Əlbaxş qardaşımla elə söhbət edirdik ki, bundan sonra bu belə də ənənə davam eləsin. Çox gözəl haldır ki, bütün şəhid anaları öz ürək sözün bir cümlə ilə də olsa qeyd eləsinlər. Və Allah'tan onlara can sağlığı, möhkəm can sağlığı arzu edirəm. Yəni bugün burada onların hamısı danışdı. Mən danışmaq heç istəmirdim açığı. Bilirsiniz, mənim də çıxışlarımı illərdir eşidirsiniz, bilirsiniz nə danışacağım, nə deyəcəm. Ona görə də mən elə qısa olaraq demək istəyirəm ki, bu şəhidlərimizin hesabına biz, yadıma düşmüşsən deyəm, şənbə günü, bu ötən şənbə günü, 3 gün bundan əvvəl Mərkəzi Məscidin əhli ilə, namaz əhli ilə biz Şuşa şəhərinə getdik, yol üstə Ağdama getdik, oradan Xankəndiyə getdik, Xocalın kəndlərindən keçdik və s. Və təxminən bir 50 nəfər idi və məndən xahiş edədilər ki, bir hərbiçi kimi, keçmişdə bu yerlərdə döyüşən insan kimi, bir bələdçi kimi bizlə gedək. Həqiqətən də o yerləri düzdür, mən 21-ci ildə də olmuşdum o məkanda, amma yenə də təkrar getdim. Həqiqətən də bizlə gedən insanlar çox məhtəl qaldılar. Yəni o döyüşü, o səhnəni görməyən insanlar, bizim dindarlarımız, namaz əhli olan insanlar çox məhtəl qaldılar o Şuşa dağlarını, qayaları görəndə ki, həqiqətən bizim igidlərimiz, bizim qəhrəmanlarımız bura əliyalın çıxıblar, düşməni hansı zərbələri indiriblər, hansı bir intiqam hissi ilə onlar o dağa da çıxıblar ki, düşməni məhv edəsinlər. Bəli, əlbəttə, söhbət də Şuşadan gelmir. Bu, bütün Əlazığda belə olub. Bizim xalqın, millətin, cavanlarımızın, şəhidlərimiz qarşı bütün döyüşçülərimizin qəlbində nifrət olub. Elə neçə illərdir biz müharibəni gözləmişik. 94-cü ilin atəşkəsindən bəri biz müharibəni gözləmişik ki, biz düşmənə qan utduraq və torpaqlarımızı geri alaq. Amma hansısa bir zərurətdən və siyasətimizin, dövlət siyasətimizin nəticəsində biz gəldik, elə zamana gəldik ki, 20-ci ilin sentyabrına düşdü və bizim bu qəhrəman şəhidlərimizin dövrünə düşdü, xidməti dövrünə, sonra hətta xidmətdən qayıdanlar idi, çoxları sonradan səfərbərliyi ilə çağırıldılar.